Rəhman və rəhim olan Allahın adı ilə başlayıram. Bugün bildiyiniz kimi artıq Məhərrəm ayının 4-cü gün gecəsidir. 26.06.2025-ci ildə Məhərrəmli ay daxil olur və biz bir Ağcabədi rayon Afşar Kət Məscidi olaraq bu məscidin fəal üzvləri olaraq 26.06.2025-ci ildən bəri məclisimizi başlamışıq və hal-hazırda da məclisimiz davam edir. Bildiyiniz kimi ayın 5-i, yəni iyul ayının 5-də Aşura günü hesab olunur və inşallah hər gün məclisimizə gəlib gedənlərimizin sayı günbə-gün artır. Bu günlərim xeyriyə sevən insanlardan, hər bir zaman qəlbi ehsan süfrəsində olan, məsciddə olan bizim Eldəniz qardaşımız zəhməti ilə üzr istəyirəm. Bizdə evdəkilər də bir şirniyyat təşkil ediblər ki, aparaq orada ehsan paylayaq. Kim nə iş görürsə ehsanla bağlı, Allaha xatir, İmam Hüseynə xatir, Allah yolunda bu ehsanı təşkil edirsə, Allah onun ehsanını qəbul eləsin. Allah onun dünyadan köçənlərinə rəhmət eləsin. Allah Qarabağ şəhidlərinə, Azərbaycan şəhidlərinə, din uğrunda gedən bütün şəhidlərimizə, bütün imamlarımıza Allah rəhmət eləsin. Allah Azərbaycanımızı qorusun, xalqımızı, millətimizi, dövlətimizi, bayrağımızı qorusun. Allah əsgərlərimizi, zabitlərimizi qorusun. Şükürlər olsun ki, biz də bir kənd olaraq, bir il olaraq, oba olaraq bizim kəndimizdə də məscid 1997-ci ildən üzü bəri fəaliyyət göstərir. Məscidi inşa edən, bina edən şəxs hamıya bəllidir. Bir daha təkrar edirəm. Cəfərov Kərim Muradxanoğludur. Allah onun atasına, anasına da rəhmət eləsin ki, bu kənd üçün, el üçün, oba üçün Allah evini tikib, inşa edib və insanların, din xadimlərinin, Quran əhillərinin, namaz qılanlarının öhdəsinə verir. Allah bir daha onun da köməyi olsun. Allah Ali Baş Komandamızı qorusun, ordumuzu qorusun, zabitlərimizi qorusun ki, dövlətin də hər bir zaman məscidlərə, sinagoglara, kilsələrə, dini ziyarətgahlara hər bir zaman dövlətimizin yaxından qayğısı olub və olmaqdadır. Bildiyiniz kimi, postsovet rejimində Azərbaycanda ölkə ərazisində 28 məscid olub, amma hal-hazırda ölkə ərazisində Allahımıza bir şükürlər olsun ki, 2000-dən yuxarı məscidimiz var və günbə-gün də bəzi məscidlər işğaldan azad olunmuş bölgələrdə, kətlərdə, ərazilərdə erməni vandalları tərəfindən sökülmüş məscidlərimiz yenidən bərpa olunub, yenidən inşa olunub, dindarların xidmətinə verilir. Allah bir daha bayrağımızı qorusun, dövlətimizi, xalqımızı, millətimizi, Ali Baş Komandamızı qorusun. Amin. Və dini qurumları işlə Dövlət Komitəsinin sədri Ramil Mənilmə də kənd əhli adından, Ağcabədi rayon Afşar Kət Məscidi dini icması adından və bu məscidin imam mavini adından, Kərimov Vüqar Əloğlu adından komitənin yerli şöbəsi olaraq Qarabağ Zəngəzur bölgəsinin bölgə rəhbəri Əlizadə Nəcəfov müəllimə də öz təşəkkürümüzü bildiririk. İcma adından, məscid adından Ağcabədi rayon İcra Hakimiyyəti Rafil müəllimin rəhbəri olan Rafil müəllimə və onun müavini olaraq Dini İşlər üzrə işin təşkilatçısı Ceyhun Məmmədova öz təşəkkürümüzü bildiririk. Bütün Ağcabədi rayon müvafiq orqanlarının hamısına öz təşəkkürümüzü bildiririk ki, bizə belə bir şərait yaradıblar. Biz də qanun çərçivəsində öz məclisimizi davam etdiririk. Və bizim bu məclisdə neçə gündür əziyyət çəkir və Aşura gününə qədər hər bir zaman neçə ildir bizə yardımcımız olur. Öz səsi ilə, öz məharəti ilə bizə hər bir zaman yardım duran Quliyev Şirin kişidir, Əkbəroğludur. Allah onun da səsinə qüvvət versin. O da hər bir zaman bizim mərsiyəmizdə bizə yardımcı olur.
her bir zaman bizim böyrümüzdedir. Allah onun da ölenlerine rahmet eylesin. Afşar elinin qəbirstanlıqda yatanlarına Allah hamısına rahmet eylesin. Allah rahmet Allah eylesin. şəhidlərimizə rahmet Allah eylesin. rahmet Çok eylesin. sağ ol Azaman kardeş da bizim bu səsimizi, bu yazımızı her bir zaman yaddaşları həkk edir. Bizim bu məclisimizdə kimlər iştirak edirsə, adını çəkməsək də Allah onların da köməyi olsun, ölənlərinə rəhmət eləsin. Amin. Allah bir daha bizi əzansız, Allahu Ekbersiz, dinsiz, imansız bu dünyadan köçürməsin. Amin. Allah elimiz obamıza dəyməsin. Sağ olun, teşekkür ederim. Sözüm var. Yok yok. Ben sözüm Çok yok. sağ olun. Çok sağ olun. Allah ihsanımızı da qəbul eləsin. Sağ olun.